Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Ruhumuzun şəfası verilişinin növbəti buraxılışında yenə də hər birinizi salamlayıram. Ötən veriliş belə sensasiyon olmuşdu. Dünya ilahi sistemə qoşulmaq metodologiyasına azca toxunmuşuq. Çünki o mövzu saatlarla yox, günlərlə, bəlkə aylarla, həftələrlə davam eləyəcək bir mövzudur. Çoxlu yazanlar var, minnətdaram. Bax, belə fikirlər bildirin, reaksiyalarınızı göstərin ki, biz də daha həvəslə işləyək. Qonağımız, efirimizin yaraşığı numeroloq Kəmalə Mürsəlova yenə də öz maraqlı, bitkin, irfani fikirləri ilə, numeroloji təsnifatları ilə bizi feyziyab eləyəcək, bilgiləndirəcək, maarifləndirəcək. Bugün də diqqətiniz bizdə olsun, maraqlanın, bəyənin, paylaşın. Hətta Kəmalə Mürsəlovanın da YouTube kanalı var. Orada abunə olun, orada da çox maraqlı videolar gedir, verilişlərdən hissələr gedir. Əminəm ki, bunu eləyəcəksiniz. İndi başlayaq söhbətimizə. Elə bir məqamda başlamışıq ki, dünən yeni ilimiz başladı, at ili başladı, təzə ay doğdu, günəş tutuldu. Bugün də bir neçə saat öncə, verilişimizdən öncə günəş balıqlar bürcünə, zodiakın sonuncu bürcünə daxil oldu. Bir həftə öncə də Saturn nəhayət ki 165 ildən sonra həmin o pozisiyasında daxil oldu Qoç bürcünə. Bu kainatın, insanların, proseslərin dəyişməsinə səbəb olan bir situasiyadır. Kəmalə xanım da öz rəqəmləri ilə, həm də elə bu planetlərlə bunların hamısına aydınlıq gətirir zaman-zaman. Bugün də xüsusi olacaq. Yəni artıq yeni ilimiz başladı, yeni dönəmə qədəm qoyduq. Nə deyim, belə, xoş gördük Kəmalə xanım. Çox danışdın deyəsən. Sizin fanatlarınız dərhal deyir ki, imkan verin, danışdın. Amma girişi eləməliyəm də, aparıcı mənə. Buyurun. Bəli, Səbul müəllim, təşəkkür edirəm. Yox, sizin danışmanız vacibdir. Çünki doğrudan da astroloji, yəni görün neçə bir hadisələr baş verir. Burada ayın yenilənməsi var, günəş tutulması var, yeni qoroskopun, yəni axırıncı, yəni balıqların bitişi, ondan sonra yəni Qoç bürcünün. Bütün bunlar hamısı yəni yenilənmədir də. Bunu yəni bütün bu şeylərə gərək siz bilirəm, görürəm, yəni kanalınızda tez-tez bu, yəni ümumiyyətlə neçə vaxtdır çox aktivsiz, bu barədə danışırsınız. Yəni maarifləndirirsiniz. Təşəkkür edirəm. Məsələn, Ramazan bayramı, Ramazan gəlir qabaqdan, bəli, Ramazan bayramı deyirəm, ayı 3-ün də nə zaman başlayır? O barədə də çoxlu, yəni o sualları olanlar öz cavabını sizdə tapır. Yəni sizin kanalda tapırlar çox vaxt. Belə bir, yəni bir açıqlama ki, yəni o açıqlamalar kömək eləyir insanlara. Yəni nə qədər də olmasa, yəni bizim hansı yolla gedək? Yəni türklər kimi, yoxsa İranın yolu ilə ya nəsə? Yəni bizim Azərbaycanın artıq neçə ildir doğrudan da öz yolumuzla gedirik. Yəni o doğru düzgün astroloji cəhətdən də üst-üstə düşən bir yol. Hamısı sadə dəyişsə də Azərbaycan sabit saxlayıb. Türkiyədə çəkir, irəli-geri, İranda. Amma biz saxlamışıq yerində. Yəni özümüzün vaxtımız olsun da, düz deyirsiniz. Bəli, özümüzün. Niyə oradan-buradan götürək? Hə. Amma yəni onsuz da ən yaxın 2 saatlıq yolda əgər samolyotla, belə desək ki, uçaq təyyarə ilə, yəni yaxın yerlərdir, territoriyalardır. Yəni eyni ayın 19-u, yəni Ramazanımız inşallah ki gəlir. Yəni çox gözəl şəkildə. Yəni buna mən həmişə Ramazan ayını çox böyük bir enerji ilə, yəni qarşılamağı, çox böyük bir ümidlə, enerji ilə onu, hətta Ramazan ayı bitəndə, yəni çox təəssüflənirəm ki, yəni belə insan elə bir ki təəssüf eləyir. Elə bizi də görüşdürən ilk dəfə Ramazan oldu. Bir iftar süfrəsində ilk dəfə orada belə rəsmən tanış olduq, qiyabi tanıyırdıq, amma yəni Ramazan mahiyyətindən. Bu dönüşüm, dəyişim həmişə deyirsiniz, elə sizin əsas işiniz odur, insanların dəyişməsi. Bax, yeni havalar da artıq yavaş-yavaş düzəlməyə başlayacaq, inşallah. Bu Ramazan havasında istəyərəm elə bir sizin fikirləri alın. Bax, sizin rəqəmlər nə deyir, sizin özünüz yanaşmanız. Mənim çoxlu izləyicilərin də, özümün də tərtib edəcəyim suallar var. Onları da yönəldəcəm. Bax, yeni bir çağa, yeni bir zaman kəsiminə hazırlaşmaq üçün nə etmək lazımdır? İnsanlarımıza tövsiyəniz. Yeni çağa hazırlaşmaq üçün belə deyək də, biz
ümumi götürəndə bu ili nə demişdik? Bir enerjisidir. Başdan ayağa bütün aylarımızın hamısını bir enerjisinə biz yəni belə deyək də aid edə bilərik. Yəni hər şeyin yenilənməsi, hər şeyin təzələnməsi dəxli yoxdur. Fevral ayıdır, martdır, apreldir. Ümumi, yəni götürəriksə yenilənmə, addım atma, yeni işlərin başlanması, yeni bir şeylərin olması. Yəni çox insan gözləyər ki, görəsən acaba yeni bir şey nə olacaq, nə baş verəcək? Ümumiyyətlə artıq dediyimiz kimi, qeyd elədiyimiz kimi 2030-a qədər olan bir sürənin, bir vaxtın sanki başlanğıcıdır. O belə götürəsək, əgər 2026-dan 2030-a qədər olan bir müddət, yəni hardasa 5 ildir də 26-dan başlayaraq. O 5 ilin fraqmanı kimi 2026-nı götürmüşdük ki, yəni hər bir şey dəyişməyə doğru gedəcək və dəyişəcək. İnsanlar artıq əvvəlki kimi yaşamayacaqlar. Hətta buna belə bir şey nümunə göstərmək istəyirəm ki, ən yaxşı nümunələr bizim həyatımızda yaşadığımız bir nümunələrdir. Keçən il 9 enerjisi idi. Mən demişdim ki, hətta əvvəldən də indi bilmirəm onu biz verilişlərimizdə qeyd eləmişik ya yox, bəlkə də eləmişik. Tamamlama enerjisi. Tamamlanmadan başqa, çünki 9 həm də şəfa enerjisidir. Mən demişdim ki, yalançı şəfaçıların sayı artacaq 9 enerjisində. Yəni doğrudan da onlar belə meydan sulayacaqlar. Çoxlu, yəni elə-belədən, hapdan, güpdan, göydən pul qazananlar. Tələbat olduğuna görə də yəqin ki. Tələbat da var, sonra da tələbat olanda fırıldaqçılar da çıxır axı. Baxın, 9-un enerjisi ona, yəni bax ona zəmin yaratdı. Zəmin yaratdı, orada o şəfa verməyə başladı hər kəs. Mən də verirəm, siz də verirsiniz, o birisi də bu birisi. Acaba bunlardan hansı düzdür? Yəni 9-da o bilinmirdi. Amma mən demişdim ki, bir enerjisinə keçəndən sonra həmən o kim ki yalançı o şəfaçılar ifşa olunacaq. Üzdə qalanlar ancaq yəni o doğrudan şəfa verənlər üzdə qalacaq. İnanın ki, artıq onun addımları nə aydı? Fevral aydı da. Fevral ayında, yəni keçən il çox böyük belə bir auditoriya toplayan, çox böyük belə deyim, insanlara böyük qiymətə bir çox şeylər satan, kaşlyokdan tutmuş, yağdan tutmuş, nə bilim cürbəcür şeylər satan insanlar, yəni elə-belə pullardan getmirdi söhbət. Yəni minlərlə insanın birlikdə, yəni nə qədər ora pul qoyduqları, nə qədər bu insanların yəni aldadılması belə deyək də. Mən hələ keçən il demişdim ki, onlar ifşa olacaq bir enerjisində. Artıq onların ifşası bütün hamının göz qarşısındadır. Mətbuatda yazıb, bir də heç rəsmi qurumlar yox. İnsanların özləri ondan üz döndərir. Müştərilər üz döndərir. Ən böyük cəza əslində budur. Bəli, sonra hökumət eləsə, polis eləsə, deyirlər burada yəqin nəsə qərəz var, pul. Amma insanların özü görür ki, daya bəsdir. Yəni yalana dözümsüzlük demək olarmı? Yalandan, fırıldaqçılıqdan üz döndərmək. Mən belə deyərdim ki, birin enerjisi məcbur edir. Əla. Bax, mən həmişə deyirəm ki, sizi bax, tutaq ki, bu il siz bir enerjisindəsiz. Sizi bu bir məcbur eləyəcək addım atmağa. Elə bir şərait çıxardacaq ki, qarşınıza. Siz istər-istəməz addım atmaq, bax, özünüz də deyəcəksiniz ki, mən nəsə eləmək istəyirəm, mən nəsə eləməliyəm, mən nəsə. Bax, enerji odur. Enerji bizi yönəldir, deyir, get bunu elə. İnsan istər-istəməz içində bir xaos yaşayır ki, mən bunu etməyim, etməliyəm. Yəni, biz numerologiyadan onu çox gözəl nöqtə atışı vaxtlarını deyirik də, hesablamalar. Yəni, bu ildə səni nə gözləyir, bu ildə sən addımı atsan nə olar, atmasan nə olar. Və 9 enerjisi tamamlanma. Bax, o tamamladı, tamam, artıq hər bir şey, o şəfaçılar da çıxdı, o üzə deyir, o suyun üzünə yağ çıxan kimi hər kəs çıxdı. Amma orada kimlər qaldı suyun üzündə qala bildi? O bu illərin bir onlar hamısı yerbəyer olacaq. Yəni bax deyərdik ki, o dəyişikliklər deyirsiniz ha. Və ən dəyişiklikdən birini dedim, ən sadəsini və ən təbiisini gözlə görüləni. İnsanlar buna heç olmasa biraz ağıl eləsinlər. Yəni orada çox yazanlar var ki, ay mənim də filan qədər pulum gedib. Sən ağlın hardaydı bəs? Sən niyə fikirləşirdin ki, mən bu kaşlyoku almaqla, məsələn, tutaq ki, 500 manat verib bu kaşlyoku alıb mən əgər çox da işləyirsən, o kaşlyok sənə necə pul gətirə bilər?
Kaşlıq sənin üçün nə bilim mən tilsimdirmi, yoxsa başqa bir şeydirmi? Yəni sən və yaxud da adam var ki, kaşlıq alırdı, gedib otururdu evdə ki, mənə pul gələcək orada. Nəsə güya bunun, yəni bəlkə də düşünürdü. Çoxdular, çoxdur. Səbuh müəllim, inanın ki, dəhşətli dərəcədə belə insanlar çox idi. Bəlkə indi bax bu bir il, bu deyirik ya ki, bu artıq 2026 fraqmandır. 2030-da qədər hər şey o qədər dəyişəcək ki, yəni biz dönüb bir il bundan əvvəlkinə baxanda göylə yer qədər fərq görəcəyik. Artıq o hiss olunur. Bax, mən bu bir rəqəmi belə deyim, himayədar olandan sonra insanlarda bir nikbinlik yaranıb və təmkin yaranıb və mən artıq nəsə eləməliyəm fikri yaranıb. Bu bəhs eləyir. Bax, Kəmala xanım həmişə onu deyir ki, əziz izləyicilər, bu onsuz da gəlir. Bizli bizsiz gəlir. Sadəcə biz o koordinatları daha dəqiq deyirik. Daha az itki ilə, daha böyük mənfəətlə o istədiyiniz hədəfə çatmaq üçün. Bilirsən, sənə artıq o güc gəlib. Güc işlətməklə sonra yenə də içimizdə qalıb bizi zərər vurur. Bəli, nəyə görə mən həmişə deyirəm ki, o mənim müəllimimin sözüdür, Harika Gülnur Varolun. Numerologiya deyir ki, sənin bugünkü çarəsiz bir halınla sabahki möhtəşəm bir halının arasındakı körpüdür. Gözəl. Bir də bu deyirəm, insanlar dəyişir, amma hamısına aid deyil o. Bir də mən veriliş aparam, ta ki, proqnozlarla bağlı. Kimsə yazır ki, Səbuh müəllim, suala baxın. Bu il Azərbaycanda dəhşətli fəlakət ya zəlzələ olmayacaq ki. Demir, bir başqa şey demir. Sonra Səbuh müəllim, bu ay mənim başıma bir bəla falan gəlməyəcək ki. Bu ayda mənə nə bilim pul atmayacaqlar ki. Bir adam bir sualın özü deməli bu onu gözləyir. Mənə yenə də şərləməyəcəklər ki, bir denən ki, mən bu şərdən qurtulacağamı, mən falan şey. Bax belə neqativ düşüncəli insanlar da var. Özü də az deyil, içində ziyalısı da var, akademiki də var, sadəsi də var. Bax bu numerologiya sahəsi ona necə kömək eləyə bilir? Çünki suallar da çox yazırlar ki, bir türlü hər şeyi görürəm, yolları görürəm. Amma deyir, bir türlü bu neqativdən, xüsusən də keçmişə bağlanan neqativlikdən çıxa bilmirəm. Kəmala xanım bunu necə kömək eləyə bilər? Bu numerologiya necə kömək eləyir? Bax, istəyirəm onu deyəs. Belə deyək də, bax, indi siz dediniz, mənim yadıma düşdü. Bir xanım var, mənə periodik olaraq yazır ki, məni bu neqativlərdən qurtarın Kəmalə xanım. Az qala ki, yalvarıram falan filan. Ona kömək eləyirəm mümkün dərəcədə. Yəni əslində heç mən vaxtım da yoxdur ki, biri var ki, analiz edirsən, bir də var ki, məsələn, mən o adamın kökünü bilmirəm də ki, onun bilirəm hardasa ki, nədir, nə deyil. Məsləhətlər verirəm, bəzən dualar verirəm, bəzən nəsə. Amma görsən ki, o yəni daha yaşlı nəsil var ha. Həm yaşadığı ömür var, keçdiyi bu ömür yolu var da, keçmişdə kəşkilər var. Kəşke bu olmasaydı, kəşke onu etməsəydim, kəşke yəni. Cavanlar olmur çox belə. Cavan, yəni belə deyək də, uşaq olmasa da 35-40 yaşında. O daha yaşlılar həmən o belə deyək də neqativlərdən qurtula bilmirlər. Çünki bir günə, 2 günə yığılmayıb bu neqativlər. Bu neqativlər uzun illər boyunca yığılıb. Əlbəttə ki, onun bax mən sizə yenə deyirəm, 68 yaşında, 65 yaşında xanımlar var ki, analiz elətdirirlər. Kəmalə xanım, heç olmasa bilək. Bax, bu mənim yaşadıklarım nəyə görə idi? Mən bunu niyə yaşadım? Çox yaxşı şeydir əslində. Bu çox gözəl bir şeydir. İnsan özünü tanıyanda rahat olur, əlbəttə. Ki, heç olmasa rahat olsun ki, indi məsələn kimsə deyər ki, əşim, 68 yaşım var, mən nə edirəm analizi? O qədər lazımdır ki, o analiz eləyirsən, siz deyən kimi belə dərindən nəfəs alır. Dərindən nəfəs alır ki, bu buna görə imiş. İnanın ki, insan başa düşüb, rahatlanır, başa düşür ki, qəbul eləyir də. Qəbul eləyir ki, məndə bu olmasaydı, bu olmazdı. Gərək mən belə gedə. Onu qəbul eləyəndə, sevgi ilə qəbul eləyəndə insanın mən niyə görə deyirəm həmişə, numeroloji analiz edəriksə, bir adamın həyatında açılımlar baş verir və əvvəllər buna, yenə deyəcəksiniz ki, təəccüblənirdim. İndi artıq təəccüblənmirəm. Bir adama bugün analiz edirəm, bir həftəyə qədər onda inanın möcüzələr baş verir. Yəni əvvəl bunu yenə deyirəm. Çox da belə ürəklə deyə bilmirdim. Çünki insanlar biraz şübhə ilə baxırdılar. İndi artıq mənim bir kütləm var. Hansı bir kütlə ki, mən onları analiz eləmişəm. Hamısı bir ağızdan deyir ki, Kəmalə xanım, filan şey filan oldu. Analizdən sonra bu oldu, bu oldu. Artıq əlbəttə ki, mən də orada bir %100 olmasa da, %95, %90 mən buna əminəm ki, bəli, insan bir şeyi anladısa, oradan, açılımlar oradan gedir. Vallah, billah, mən səmimiyyətimə inanın, indi izləyicilər bilir,
mənim tanıdıqlarım sizə müraciət edənlərdən hələ şikayət edən olmayıb. Olmaz. Yəni hamısı belə. İnşallah. Mən də o təəccüb o mənada demirəm. Təəccübdən daha üstün bir şeydir bu. Bəli. Şükürmü? Yəni Allahın yaratdığı elmə bax. Həmişə. Siz elədiyinizə yox. Buna Bəli. bax necə də düz gəldi, necə sağ ol. də falan oldu. Onu mən özüm belə eləyirəm. Çünki adam eləyir, deyirsən ki, belə də bir sistemdir. Biz bunu Allahın göndərdiyi bu elmdir. Sistemi qoyuruq, olmaya da bilər. Mən nə bilim, amma görsən ki, onu Allah elə qoyub ki, səhvsizdir. Planetlər məsələn o qədər dəqiq fırlanır, biri sağa, biri sola. Məsələn, Merkuri əksinə fırlanmasa tamam nələr ola bilərdi? Onu alimlər indi hələ üzə çıxarırlar. Bəs bu dünyada bu oksigen o hara qədərsə oksigen oldu da, oradan atmosferdə, oradan o tərəfə oksigen olmur. O göründü, o necə yaranıb, onu bilən bəlkə alim də hesabladıqca ilahi buna qədər dəqiq. Bunları görən adam mənə belə gəlir ki, dinsiz insan dinə gələr. Yəni Allahın o insan nəyə riqqətə gəlirsən ki, ilahi, möcüzədir də. Yəni bu mən özüm oysa mən yəni təəccüb deyəndə siz o mənada demirəm. Yəni bu Allahın qüdrətidir, amma insan acizdir də, deyirsən, yazdıq da, bir sxemi verdik, amma real tətbiqi məsələdə olurmuş. Oysa mən özüm numerologiya əvvəl nə qədər şübhə ilə yanaşmışam. Əslində inkarçılıqla girənlər udur. Mən də astrologiya nətər olur, bu iki əkiz uşağın fərqli xarakteri olur. Boş şeydir deyib girdim, içinə girdikcə öyrəndim, siz də yəqin. Mən tanıdım, tanımadım. Hər kəsi analiz etmək mənim işim o idi da ki, görüm, analiz edeyim, görüm bunda. Öncə özümünkiləri, öncə tanıdıqlarım, sonra tanımadıqlarım, sonra dünyada o məşhur, məsələn, Hitlerdən tutmuş. Yəni ki, nə qədər, yəni insan bunu əmin olur, görürsən ki, budur, bu buna görəymiş ya buna. Amma yenə də bir dənəmək istəyirsən. Məndə hələ, yəni indi mən sakitləşirəm ki, yəni buna artıq Allah yəni şifrə qoy. Hər birimizə mən artıq belə başa salam. Deyirəm, elə bir ki, sən seyfsən. İnsana deyirəm də kimi analiz edirəm. Elə bir sən seyfsən, sənə o seyfi açmaq üçün şifrə lazımdır. Nə bilim, rəqəmlər qoyurlar da. Sənin şifrələrin, bax, mən hesabladığım, al bax, bu rəqəmlər sənin şifrələrindir. Bir onları açıram, çünki onlar həmin rəqəmlər, onun bilinçaltıdır. Bilinçaltını biz belə, yəni gərək o adamı nə qədər danışdıraq ki, neçə seansa alaq ki, bilinçaltını bilə. Amma numerologiya onu nə edir? Sənə 2 dəqiqənin içərisində sənin bilinçaltını oxuyur və sənə elə bir bilgilər verir ki, sən özün də şok olursan ki, yəni biz ötən verilişdə indi o deyirsiniz, hər şey zərgər dəxili ilə təbii ki, ilahini yaratdı. Keçən dəfə də elə o ilahi sistemdən danışanda nə qədər adamı bəziləri açıq mənə dedi ki, alt-üst oldu bütün düşüncəm. Stresə düşüblər, bir həftədir də hələ üstünə keçir. Dedi, çox düşünürəm. Deyir, evdə həmişə deyən, gülən adamam, çəkilib bir hafta tək qalıb öz düşüncələrimi filtrdən keçirdim. Bu pisdir, mən stresə düşdüm, deyim, yox. Gözəl şeydir. Sən də artıq o dəyişib başlayıb. Deyir, mütləq Kəmalə xanımla deyir, mən görüşməliyəm, biz görüşməliyəm. Belə deyəndə var. Yəni o bir dalğa kimi gəldi. Əzizləyicilər, baxmamısınızsa mütləq bundan öncəki verilişə baxın. Həm Kəmalə xanımın kanalında var, həm bizim kanalda var. Kəmalə xanımın nömrəsi efirdə gedir. Nəsə fikriniz, övladınızın gələcəyi ilə bağlı, xarakteri ilə bağlı, özünüzün işinizlə, gücünüzlə bağlı nə olsa mənim qədər inana bilərsiniz. Deyirlər, onsuz da deyirlər, Səbuhi müəllimə inandığımıza görə sizə də inanır. Ona görə müraciət eləyin, dəyərmək istəyən bu o işıq, ağ işıq, o işıqlı yola gedən, nurlu yola gedən adamlar çox olsun ki, belə, indi adam da çox olanda, düzdür, çatdırmaqda biraz çətin çəkir, amma adam da çox olanda böyük seanslar qurarıq inşallah. Biraz bu Ramazan falan çox lazımdır artıq, çünki mən özüm stresə düşürəm. İnsanlar deyəndə ki, o Kəmalə xanım təcili istəyir, mənə lazımdır. Biri görsən sinerji analizin təcili istəyirlər, ya kimsə işinə görə təcili istəyir. Onu mən çatdırmağa çalışıram. Yəni çatdıra bilməyəndə də özüm stresə düşürəm. Ona görə yəni sistemdən istəyirəm bir daha da danışaq. Sistemi davam edəcək. Çünki hər verilişdə necə ki, övlad, valideyn münasibətindən danışırıq. Bu ilahi sistemdən də zaman-zaman danışaq, lazım olsa bir dəfə də xüsusi buraxılış eləyək. Çünki, bəli, bu ilahi sistem, bax, bəşər qanunları ilə əlaqəlidir. Çox əlaqəlidir. O da mən numerologiyada onu tətbiq eləyirəm.
Çünki mən əvvəldən də həmişə hər kəsə deyirəm ki, mənim etdiyim numeroloji analiz bəşər qanunları və dinimizə əsaslanır. Yəni onunla, yoxsa orada başqa bir şey deyil. Ay səndə sabah filan falçı kimi get, sabah sənin filan şey olacaq ya olmayacaq. Bir də görsən biraz çox danışıram, şeydən çıxıram. Uşağa analiz elətdirirlər, 15 yaşında uşaqdır, çox dəcəldir də. Yəni ipə-sap həyatına. Sizcə bu gələcəkdə düzələcək? Yəni deyirəm ki, bax bugünkü gündə analiz edirəm ona. 15 yaşı var. 50 yaşında da bu analiz keçərlidir. 35 yaşında da keçərlidir. O bugün 15 yaşında mən deyənləri edərsə 25 yaşına çox gözəl şəkildə çıxacaq. Amma fərqli adam olacaq. Bəli. Amma etmədə 25 yaşında qulaq assa bu analizlərə və mən dediyimi edərsə artıq 35 yaşına gözəl bir insan kimi çıxacaq. Yəni nə qədər tez edərsə bir o qədər özü üçün yaxşıdır. Çünki mən burada falçı kimi durub deyə bilmərəm. Bəlkə mən deyəcəm ki, bu uşaq düzdür, gözəl şeylər görünürdü. Çox gözəl şeylər özünə dedim. Amma onu almaq üçün mənim dediyim şeyləri eləməlisən sən. Bir də bu uşaqlar neçə yaşdan, məsələn, fərdi belə görüşmək, yəni yazmaq, yoxsa elə valideynə deyirsiniz? 18 yaşına qədər valideynə deyirik. 18 yaşdan sonra özü gələ bilər, özü müraciət edə bilər. 18 yaşından sonra özü əgər istəsə ki, yox, kimsə qulaq asmasın, yəni mən özüm, bəlkə özü oradan nəticə çıxardacaq yəni, belə edə bilirik. Amma yenə də bir də görürsən ki, deyir ki, izin verirdi anasına, deyir ki, mənim 25 yaşı var, 35 yaşı var, mənə bir analiz elətdir, görək nə var, nə yox. Yəni o insandan asılıdır, ana-bala münasibətindən asılıdır. Sistemə qayda bu türklər evrensel yasalar deyirlər. Məsələn, mən bir neçə rusca məqalələr də oxumuşdum. Bu bəşər qanunları və numerologiya. Belə, yəni əlaqə varmı? O ilahi sistem deyəndə bəziləri rəqəmsiz dua deyir, ancaq dualardır. Amma elmi yanaşmalarda, Türkiyədə də görmüşəm, məqalələr çıxanda numerologiyadan birbaşa əlaqələndirirlər. O ruh tərəfinin alt yapısında o rəqəmlər də oturur axı, o sistem. Bəs onu qəşəng elmi məqalələr, araşdırma, yazılar görmüşəm, istəyərdim sizdən də eşidək. Bax, numerologiyanın əlaqəsi. Bəşər qanunları. O bəşər qanunları ilə numerologiyanın əlaqəsini mən danışacağam. Bəlkə də o biri verilişimizə çatar, amma sistemi yarımçıq qoymuşuq. Ona görə sistemdən, bəli, sistemdən istəyirəm danışam biraz. Çünki mənə də deyən oldu ki, necə ki sizə deyiblər, mənə də deyən oldu ki, sistemin, yəni necə işlədiyini. Bunu yazırlar, bunu bilirsiniz, orada burada görə bilərik biz, Instagramda, orada burada. Amma ona fikir verməyib keçirlər və yaxud da ki, orada başa salmırlar, aydınlatmırlar. Amma elə ki o sistemin necə işlədiyini başa salırsan və hətta keçən dəfə qızım verilişə qulaq asıb bizim axırıncı verilişimizə, o da belə özün bilirsən ki, çox şeydən xəbəri var da. Deyir, amma nə gözəl danışmısınız, nə gözəl veriliş olub. Hələ heç bir veriliş o elə deməmişdi. Matriça filmi, özünüz bilirsiniz də ki, orada artıq neçə dənə seriya. Matriça filmini keçmisiniz dedi mən. Deyirəm ki, o başa salmaq lazımdır da. İnsanlar da ondan çox vaxt adamlar məsələn deyirsən ki, matriça baxsalar da başa düşmürlər. Çünki orada bəzən metaforik, bəzən yox elə metaforikdir çox şeylər ki, məsələn olduğu kimi hər şeyi çatdırmırlar ki. Oradan özün başa düşməlisən ki, burada nə deyir, bu filan kəs kimin simvoludur, bu kimdir, bu nədir? Yəni gördüyü kimi qəbul edənlərdir çoxsu o filmi. Yəni onun alt qatdan əslində o nə deməkdir? Bəli. Çoxsu bilmir ki, adam virusdur. Biz keçən dəfə danışdıq, deməli, sistemin birinci qanunundan danışdıq ki, dedik ki, sizin sorduğunuz bütün suallara cavab verir sistem. Yəni, üzvü tutarsan Allaha, bir nəyisə soruşarsan, nəyisə və yaxud da ki, sən beynində daha çox fikirləşərsən, ona sistem cavab verər. Bundan danışdıq. Sonra yargıladığımız yerdən, yəni qınadığımız yerdən də sınanırıq. Bundan danışdıq. Sonra, deməli, inandığın hər işdə yəni bu sistem səni dəstəkləyir. Bir də ki, hansı enerjidəsənsə, həmin enerji ilə dönüşürsən. Yəni sən özün hansı enerjidəsən, o enerji ilə də, yəni o sistemin içərisində yaşayırsan. Sistem deyəndə, yəni bunlar başa düşməsinlər ki, insanlar
kimsə qıraqdadır. Sistemin içindəyik biz. Yəni, çıxa Sistemin bilmərik tən zaten. ortasındayıq. Yəni sistemin içərisindəyik, həm də gözətlənirik. Yəni biz həmişə nəzarət altındayıq sistem. Ondan sonra dedik, məsəl üçün sistem gözləyir sən öz xəyalların üçün bir addım atmanı gözləyir. Yəni gözləyir ki, sən bax məsəl üçün nə isə istəyirsən, düzdürmü? Sən o sistemdə yəni istəməklə qalmayasan. Yəni buna niyyət deyək də, belə niyyət eləyirsən. Amma orada sənin əməlin də olmalıdır da. Gözləyir ki, sistem sən orada addım atasan, gedib bax elə bizim bu dövr var ha, danışdığımız dövr. Onunla da üst-üstə düşür həmin bu sistemin bu qanunu. Demək, yəni addım at. Addım at. Heç olmasa o belə deyərlər, pro belə də, yəni bir addımı at gör nə olacaq? Baş tutmasa yenə bir addım at. Ya da və yaxud da ki, bu baş tutmadı, başqa bir addım at. Bax, sistemin bir qanunu da budur. Sonra, deməli, sistemin bir qanunu da var ki, bir deyil, sistemin qanunları çoxdur. Deməli, səni belə kim olduğunu tənzimləmək üçün təkrarları sala bilir, döngülərə sala bilir. Məsəl üçün Geri qaytarmaq mənasında yoxsa? Yox. Keçən dəfə dediniz, alınmadı, bir də təzədən başdan başlayıb o məntəqəyə qədər. Məsələn, döngülər var ki, məsələn, insan düşür döngüyə, o döngüdən çıxır. Yəni səhv bir iş görür də, yəni yanlış eləyir, amma çıxır o döngüdən. Adam da var ki, zənn eləyir ki, o döngüdən çıxdı, yəni oranı keçir bir təhər. Sonra yenə gəlir. Mən bu belə qadınlar da var, kişilər də var sual verən. Yenidən onu necəsə o 9 illik döngülər var ha. Onların halsında tutaq 7-də qalır bu adam. 7-də yenə gəlir düşür o döngüyə və deyir ki, bunu sistem eləyir. Bu elə belədən olmur. Sistemin qanunudur bu. Ki sən bundan keçmədin. Sən bundan keçməlisən. Biraz istəyirsiniz döngüdən danışım mən. Ki bax, döngüyə niyə çox adam sual verir? Mən niyə döngüyə düşürəm? Mən niyə o döngüdən bir şey eləmədim? Tutaq ki, bax, çox qadınlar mən gördüm. Ən bəsit, ən təbii bugünkü günümüzdə. Məsələn, elə bir insanla tanış oldum ki, o mənə xəyal qırıqlıqları yaşatdı. Çox pis münasibətlə ayrıldıq. Yəni, belə deyək də, hələ evlənməyib. Yenidən belə bir eyni tipdə insana rast gəldim mən. O da mənə həmən şeyləri yaşayıram. Kəmal xanım, bu nə ilə əlaqəlidir? Nə ilə əlaqəli olacaq? Sən oradan başa düşməlisən ki, heç olmasa fikir verməlisən. Sən nəyi düz etmisən? Nəyi düz deyəndə ki, bəziləri başa düşmür də düz nə idi? Bəlkə çox sevgi vermisən. Bəlkə az vermisən. Onu da bilmək olmaz. Sən nə etməlisən? Deməli, o döngüyə düşdüyün yer var ha, hardan ki sən döngüyə hərlənirsən, fırlanırsan o döngüyə. Deməli, sən əvvəlki döngüdə hər şeyi buraxmamısan. Bax, məsələn, kimlənsə arasında bir şeylər oldu, yaşandı, bitdi. Belə başa salım da. O insan, bax o qadın, həmən o kişi ilə olan münasibətində hər bir şey beynində qurtarmayıb da, ya ona tam boşaltmadan qayıdıb gəlir. Ya ona bağışlamayıb, ya ona qarşı çox öfkəsi var, nifrəti var, ya kini var. Ya bütün günü deyir ki, bax mənim kimi insana gör bu nə elədi, gör bu filan şey filan. Bax belə yarımçıq şeylər olduğuna görə həmən döngü qayıdır səni nə etməyə, tərbiyə eləməyə. Bunu insanlar başa düşsə ki, mən bax o qədər var ki, məsələn, hətta boşananlar da var, ikinci dəfə ailə həyatı qurmaq istəyir, cavan insandır da. Yenə həmin o tipdə insana deyir, rast gələm. Deyirəm, sən ərin haqqında, ərin necə ki, o ərinlə olan aranızda münasibət var idi, onu buraxmamısan. Onu anlamamısan, onu başa düşməmsən oradan verilən dərsi və ya onu sən çox nifrət edirsən, ya qarğıyırsan, ya qarğış edirsən, ya nəsə. Bax, sən o qədər onu buraxmalısan. Bax, belə ki, bu işlər oldu, bitdi. Keçən verilişimizdə mən nə demişdim? Yaşandı, bitdi, sevgi ilə qəbul edirəm. Nə zaman sevgi ilə onu qəbul edəcəksən, o döngü təkrar olmayacaq. Bəli, bəli. Mən uşaqlıqdan görürdüm, məsələn, kimsə deyirdi, mən ölənə qədər atamın yanında, oğlanlardan gedir, ölənə qədər mən atamın yanında, atamı çox istəyirəm filan. Elə övladlar içindən birinci tərk edən elə o olur. Siz həmişə deyirsiniz, adam sevdiyi şeydən sınanır filan. Yaxud da nə bilim mən... Sevdiyi və nifrət elədiyi şeylər. Yaxud da mən, hələ biz 5-6 doğuyandadır, mənim xanımın ağzı nədir deyir, pamada vursun, mən gələcəkdə, mən belə. Amma görsən ki, ən açıq-saçıq geyinəndir. Yəni,
Adam az qalır, o həmin adamları bəs deyirdim belə, sonra görsən yox. O insanın öz dediyinə. Ona görə deməli insanın niyyətində, dediyi sözdə də bu ölçü biçi olmalıdır da, düzdürmü? O ölçü biçi sözdə danışmaq, onda bəşər qanunlarında da danışacağam. Çox vacibdir. Amma burada bu sistemin qanunlarını çox insan bilmir. Elə bilirlər ki, bu ədalətsizlikdir. Elə qəbul edirlər. Sistem, yəni deyir ki, bəs burada ədalət hardadır ki, o mənə filan şeylər elədi. Yəni gedib indi keyf çəkir, evlənib təzədən. Amma mən yəni ya ailə qura bilmirəm. Deyirəm sən ona taxılı qalmısan, Orada qal. O unudub gedib hətta evlənib, amma sən hələ oradasan. Sən taxılı qalmısan, Sən onunla nə zaman sən beynində bitirəcəksən ki, yəni oldu da bu şey düzdür, çətin şeydir. Amma barışmaq, anlamaq lazım. Bəli. Onu sən qəbul etdiyin anda sənin həyatında dəyişikliklər və böyük bir açılımlar baş verir. Yəni sistem bu qədər çox çətindir əslində əhalinin bir çox qismi üçün ona görə belə verilişlərin sayı çox olmalıdır. Sizə dəfələrlə qulaq asmalı. Əslində çox böyük savab işlər görürsünüz. Bu gün burada nələrdən danışılır. Amma yenə də mən hər dəfə ümumiyyət istəyirəm bu uşaqlardan da danışaq. Ram olmayan uşaqlar, məsələn, həmişə ondan danışılır, amma bəzən də uşaqların özünün vallahi uşaqlar var, onu hətta valideynindən qorumaq lazımdır. Nə bilim, onun müəllimlərindən qorumaq lazımdır. Onu ətrafındakı dostlarından qorumaq lazımdır. Bütün hamını dostlarından qorumaq mənasında demirəm. Amma baxırsan, görsən ki, bu uşaqda bir işıq parçası var. O ətrafındakı o qaranlıqlar bunu sıxır. Bax, siz təyin edə bilirsiniz hansı uşaqları daha çox qorumaq. Rəqəm daşımağına görədir, yoxsa bu o sinerji analizi ilə? Rəqəmi də deyir çox şey və belə deyək, çakraların vəziyyəti də. Orada çakraların hansının boş, hansının dolu. Yəni boş dolu deyirik, o qınamasınlar. Çünki ağzımız örgənib belə boş dolu deyirik. Çünki aktiv deyək, pasiv deyək, necə istəyirsiniz. Yəni aktivdirsə, passivdirsə, hardansa boşdur əgər çakra, oradan da mən o dəqiqə bilirəm. Bu uşağa nə lazımdır, bu uşağa nə etmək lazımdır və bu uşaq nələr, bu uşaq. Çünki bizim üçün ən vacib, yenə deyirəm mən, ən çox da analara deyirəm. Uşaqlar çox vacibdir, uşaqların tərbiyəsi çox vacibdir. Heç olmasa indi anaların uşaqları tərbiyə etməsi çətinləşib. Niyə görə? Anaların çoxsu işləyir. Yəni səhər gedir, axşam gəlir işə. Çox vaxt uşaq dayə ilə qalır, çox vaxt nənə ilə, baba ilə qalır. Ona görə o çətin olduğu üçün ona numeroloji analiz %100 lazımdır. Bu uşağa lazımdır ki, o elə bil ananın əlində navigatordur da. Mən uşağıma nə lazımdır? Mən onu necə yönləndirim, necə eləyim, hansı idmana verim və hansı dərnəyə verim bu uşağı? Və yaxud mən bu uşağı acaba qorumalıyam-mı? Yəni mən bunu küçədə, bacada, orada, burada və yaxud elə nyankanın özündən, dayənin özündən qorumalıyam-mı? Özünüz bilirsiniz, axır günlər Epstein məsələsi, yəni bütün dünya lərzəyə gəldi. Bu nədən xəbər verir? Bir enerjisi də, bir enerjisi, bax 9 enerjisinin də niyə çıxmırdı özə? Başqa şeylər də çıxıb, yavaş-yavaş. Azərbaycanın özündə gördünüz, Rabir Mehdiyevlə bağlı nələrsə çıxdı və yenə də çıxmaq üzrə bütün sirlər açılır. Siz dediyiniz tam oturur yəni. Bəli, o siyasi məsələlərin açılması, yəni bu indi o qədər şeylər var ki, amma bu elə bir qan dondurucu bir hadisələrdir ki, bəli, burada bütün dünya prezidentlərindən tutmuş çox imkanlı insanların həmin o işin içində olduğu açıqlandı. Bu belə balaca bir iş deyil. Yəni çox dəhşətli bir şeydir və əsas qan donduran dəhşətli şeylər odur ki, orada baş verən hadisələr, oğurlanan uşaqlar, zəlzələlər vaxtı, hətta bax danışanda çox həyəcanlanıram. Çünki mənim də çox həssas bir mövzudur mənim üçün uşaqlar. Mən uzun illər uşaqlarla işləmişəm, uşaqların psixologiyasını bilirəm və numerologiyada da həmişə çox önəm verirəm onlara ki, o uşaqların ümumiyyətlə və hər kəs bilsin ki, bəli, bu şeylərin ortaya çıxması bəlkə də kimlərinizə heç xəbəri yoxdur bundan. Heç baxır oradakı Epstein nə olan şeydir heç. Bu dəqiqə baxsınlar, görsünlər. Biraz da uşaqlarını qorumağa daha meyilli olsunlar bu dəqiqə. Yəni sonradan məlum oldu, bəlli oldu ki, bu uşaqların, oğurlanan uşaqların və orada tacizə, təcavüzə aparılan uşaqların, hətta yəni o əti yeyilən uşaqlar demək də istəmirəm. Onlar hamısı zəlzələlər vaxtı, yəni yəqin ki, bunun üçün
işləyən bir onların özlərinin bir sistemi var ki, onu artıq qabaqcadan bilirlər və Böyle müharibə olan yerlərdən də Suriyadan, İraqdan, milyonlar, Ukraynadan, nə qədər kasıb ölkələrdən, o çörək tapa bilməyən ölkələr, Afrika ölkələrindən nə qədər uşaqlar yeraltı məkanlarda o uşaqların saxlanması, onların qanının məsəl üçün onların qanı ilə o yuxarıda oturanların qidalanması, gəncləşməsi üçün onların dərisindən, nə bilim nəylərindən istifadə edilmələri, bütün bunlar təsadüfi çıxmadı ortalığa. Yəni doğrudan da qan dondurucu bir hadisələrdir və belə deyərdik. Mən düzdür o barədə həmən güncə elə öz qrupumda paylaşım elədim. İndi də buradan da demək istəyirəm ki, baxın, ən çox numerologiyada, yəni bu nöqtə atışı çıxır. İnanın ki, nöqtə atışı çıxır bu. İkinci çakrası boş olan uşaqları qorumaq lazımdır. İkinci çakrası boş gələn. O da nədir? B, K, T hərfi adında və soyadında olmayan. Bunu bilsinlər. Baxsın, uşağın adında və soyadında B, K, T hərfi yoxdursa, mən demirəm ki, uşağı heç yerə getməyə qoymayın. Xeyr, o uşaqlar, bu uşaqlar niyə görə, nədən qorunmalıdır? Taciz və təcavüzə açıqdırlar. Açıq. O nə deməkdir? Karmasıdır o onun. Yəni, ən azından balaca bir taciz də olsa ola bilir. Mən analiz edəndə soruşuram. O dəqiqə deyir ki, hə, olub. Lap elə uşaq vaxtı yox, elə gənc yaşımda da olub, tutaq ki. Ona görə, bax, analar buna fikir verməlidir. O qədər, yəni, belə deyim də, həm maraqlı, həm təəccüblü hər şeylər çıxır ki, ortalığa analizlər vaxtı. Uşağın özünün analizində bir şey yoxdur, amma anası ilə uşağın belə deyək, uşaq həm də ananın karmasını götürüb. Hər uşaq götürmür, onun da vaxt şeyi var da, rəqəmləri var. Ananınkini də götürüb anaya baxırsan, yox, mən mütləq yoxlayıram. Məsələn, kimdə ki, ana ilə bağlıdır, ananın da alıram, yoxlayıram. Yəni, ondan ötürü özümə, elə adamlar özünə əziyyət verməz, deyər ki, uşağınkini eləyirəm, bəsdir də. Onu da yoxlayıram. Görəndə ki, bu uşaq da bugünkü gündə ananın karmasını işlədir, artıq başlayıb bu uşaqda həvəslilik başlayıb homoseksualizmə. Yəni, bunu dayandırmaq lazımdır. Anında, anası ilə, özü ilə, yəni bu elə bir şeydir ki, mənim özümün, yəni belə deyək də, nə qədər də biz bunları başa düşsək, anlasaq ki, tamam başqa bir zamandır. Bu zamanənin elə bir analar nəbzini tutmalıdır ki, bu dəqiqə, belə deyək də, o homoseksualizm, ondan sonra belə eşcinsəllik deyək, yəni bu LGBT deyirlər də buna normal baxılmasını bizə belə bir ki, servis eləyirlər, gətirirlər padnosda ki, normal baxın buna, bu normaldır. Yəni, bu belə, mən onu başa salıram, hamısını dini cəhətdən, bəşər qanunlarına ziddir. Bütün dinlərdə tək bizdə yox, bütün dinlərdə bu yasaqdır. Ona görə lut qövmü, ad qövmü elə dağıldı. Eyni cinslərin evliliyi filan, heyvanlarla. Çox vacib bir məsələlərdir, Səboy müəllim, o qədər vacib məsələlərdir. Çünki biz burada əgər müdaxilə edə biliriksə, doğrudan da, bəli, mən orada savab qazanıram. Müdaxilə eləyib ona başa salam, anaya tövbə elətdirim. Görsən, ana lağ eləyib, yəni gülüb, ya və yaxud da ki, deyib ki, ay aman, mənim uşağım belə qorxu içə. Bax, elə sistemdən də o şey də var, sistemin qanunlarından biri odur ki, qorxduğun şeyi yaşayacaqsın. Yəni, bu da sistemin qanunu. Qorxan gözə çöp düşər. Niyə görə demişdi bizim şeylər. Və o, əgər uşaqlarınıza ümumiyyətlə tək ikinci çakra deyil, 6-cı çakrası boş olanlar, qorxu, atak, vəsvəsə, yəni uşaqda hər bir şeyə qarşı qorxu. Yəni, bir çox şeylər var. Yəni, onu belə deyim də, tək bir, hələ mən bir yöndən nə var, nə yox, onu deyirəm ki, bax, məsəl üçün, belə hətta, bax, o ikinci çakrası boş olan uşaqları, mən deyirəm, dayəyə əgər etibar edirsinizsə, bağçaya qoyursunuzsa, yəni, üstündə, necə deyim, yəni kamera ilə mi, yəni nəsə, baxın, həmişə maraqlanın, gənc qız, oğlan da olanda valideyn nəzarəti olsun üstündə. İndi telefonlarda var valideyn nəzarəti, kimlə danışır, nə danışır, hansı tərəfə yəni o yönəldiyi yeri anında siz tutarsınızsa, çox gözəl olar, yəni vaxtında olar. Ən azından bilərsiniz ki, sizin uşağınızda, yəni bilirsiniz necədir bu karma? Çox adam deyir ki, yəni biz elə bir enerjiyə düşürük ki, həmən o şeylə, məsələn, o adımızdan, soyadımızdan, o rəqəmlərimizdən. İstər-istəməz, baxırsan ki, insanın puldan karması var, gülürəm, çünki özüm də yaşamışam onu. Puldan karması var. Bax, bilir ki, bu pulu filan kəsə vermək olmaz. Versəm qayıtmayacaq.
Bilə-bilə yenə Bilə-bilə verir. Və oradan da karmanı yaşayır. Maraqlıdır. Karmanı yaşayır. Yəni o ürəyin içində o tam yox demək bir halı yoxdur. Yaxud da o qarşı tərəfə elə söz deyir Gəlir, ki, hərlənir, fırlanır, elə şey olur ki, yəni buna da verməsə başqa birisinə verir. Ya da verməsə belə deyər ki, apar bu pulu ver filan kəsə. Getdi o pul. Əgər bu adamın karması varsa puldan, soruşuram o dəqiqə. Əgər yaşı çoxdursa deyirəm ki, heç sizi aldadan olub deyir, o qədər 3-4 dəfə atıblar mənə. Yəni deməli özü aldanmağa meyilli, onun kökündə. Bəs o ya da o elə söz deyir ki, bu müəllim, təsir o da altına düşür. çakradır. 7 və 8 boşdursa bu aldanacaq, aldanmağa gəlib və pul verəcək. Təcrübə onu doldurmaq lazımdır. Doldurmaq onun da yolları var deyirəm mən. Kim əgər bir də görürsən ki, başa düşmür də indi məsələn Yox, Azərbaycana ən lazım olan şey budur. Bax, bura diqqət edin dəyərli dostlar. belə Pul var amma sənə çatmır, yaxud da nə bilim, bəzi Yox, onun baxırsan ki, bəli, bilirsiniz o da yerləşməsindən çox şey asılıdır da. Adam var ki, borca düşməyib, amma puldan qıtlıq bilinci var. Yəni pul ona gəlmir. Gəlmir, bir türlü gəlmir o pul. Bu da ola bilərmi o nə bilim qarşı tərəfin şeiri sözlərinin təsirinə düşür. Ümumiyyətlə numerologiyada görünür, təsir altına düşən. Mən indi uşaqdan da elə uşaqlardan götürək, təsir baxanda bilirsiniz də bu təsir altına düşür. Tək o təcavüz mənasında yox, elə aldadılma, pul, nə bilim, Təcavüz oyuna salma. Zorla gedəcəklər, Yox, kimisə aydındır. tutacaqlar, nəsə eləyəcəklər. Açıq olmaq o deməkdir ki, yəni bu uşaq belə insanlara rast gələ bilər. Başa düşürsüz? Yəni o sapıq Enerjisi deyirlər də. çəkir, Bax o belə insanlara rast gələ bilər. Ona görə qoruyun. Yoxsa ki uşaq tərbiyəsiz olacaq, əstəğfurullah, uşaq gedəcək belə bir şey eləyəcək. Yox, əsla. Yəni bu uşağın enerjisi, bəli, o elə bir insanları çəkə bilər özünə. Və bu inanın ki, mən neçə dəfə bunu yoxlamışam. Neçə dəfə mən onu analizlərdə yoxlamışam və yəni %100 nöqtə atışı çıxan bir şeydir. Siz şey soruşdunuz, təsir altına düşən. Təsir altına düşən uşaqlar, bir də amma bir çoxdan sual vermək istəyirəm. Siz deyirsiniz uşağın, ya iki nəfərin münasibəti, uşağı dediniz müsbət, mənfi tərəfləri, nəyə meyillidir, nəyə yox. Və ana burada, artıq ikisidir burada da, əsərin, belə deyim, əsas qəhrəmanları. Ana ilə çox bağlıdır uşaq. İndi burada siz necə müşahidə eləmişsiniz ki, burada ananın üzərinə çox yük düşür, yoxsa uşağın ləngiməsi prosesin anadan çox asılı olur, yoxsa uşaqdan? Düzdür, ikisində də ola bilər çətinliklər. Uşaq tərs ola bilər, dediyini qəbul eləyə bilməyə bilər. Yaxud da ana tez olsun deyə üstünə gedə bilər. Bax, bunları bilirsiniz nəyə bilməkdir. oxşayır? Toyuq yumurta məsələsinə. İndi burada yəni ana, siz əslində bir rol tapşırırsınız ona. Əlbəttə. Bir rejissor kimi, senarist kimi, bax budur. Əlbəttə anadır. Elə Birinci deyirlər də, yerdə ana. bunu eləməlisən. O, yəni nə dərəcədə eləyə bilirlər? O uşaq kimin vasitəsilə bu dünyaya gəlib, kimi seçib? Ananı seçib. Və biz yuxarıda olanda, yəni bir ruh olaraq, yəni hələ gəlməmişdən qabaq, yəni artıq bilinir də ki, bu adam gedəcək, filan vaxtı gedəcək bu rəqəmdə, bu adda, hətta adında belə. Yəni o qədər şeylər çıxır ki, ortalığa. Deyir ki, bir nəfər mənə analiz edəndə, Kəmal xanım, mənim adımı bilirsiniz necə qoyublar? Bizim kəndə bir gəlin gəlmişdi, gəlib də, ərə gəlib kəndə. Gəlin yuxuda görüb ki, anamın qızı olacaq, adını da filan kəs qoyacaqlar. Qoyulsun. Buna deyiblər ki, anamın anasına deyir ki, qızın adını bunu qoyulsun. Gəlin yazıq utanıb, təzə gəlin də deməyib. Sonra bir də görüb yuxunu. Sonra bir də 3 dəfə bu yuxunu buna gördürüblər. Axırı gəlin gəlib deyib ki, sizin qızınız olacaq. Adını da filan şey mənə dedilər yuxuda, amma mən bağışlayım da, yəni müdaxilə elədiyimə görə. Elə də onun adını qoyublar. Yəni bax o yuxarıdan gəlmə şeylər var, o rəqəmlərdir, o addır. Hamısı qabaqcadan seçilir. Sözümü ora gətirirdim. Və belə deyək də, əgər ana, bala yuxarıda sözləşiblər, müqavilə bağlayıblar, mən gedəcəm sənin vasitənlə. Yəni burada ana da söz verir, bala da söz verir. Söz verən ikisi də söz verir. Mən sənin anan olacağam, sənə filan, yəni yolda gedəcək. Uşaq da anaya görə söz verir. Yəni bunlar çox maraqlı şeylərdir. Həm də dediyinizdən bir şey anladım. Bizdə bir söz var, göydən düşmə. Bəli. Demək, sən tam özün yetişəndə, bəzən görsən, o qədər yetişirsən, özün xəbərin olmur. Əziyyət çəkmədən elə bir sənə maşın lazımdır, göydən düşmə kimsə hədiyyə edir. Ona nə deyirlər? Sistemə qoşulmaq. Hə.
Göydən düşmə sözü oradan qalıb. Əslində deyirəm də qədim ulu babalarımız bunların hamısını gözəl biliblər. Bəli. Hətta deyir çakrada daha çox olub, ondan çox olub. Amma getdikcə insanlar bəlkə günah elədikcə, bəsit düşündükcə azalıb. Üstündə işləyə bilən xanımlar var. Bax, məsəl üçün mənim ikinci seansım var analizdən sonra. Mən onun adını qoymuşam sistemə qoşulmaq. Yəni biz orada sistemə qoşuluq. Yəni həmin xanım məsələn tutaq ki, analiz eləmişəm. İndi deyir ki, daha da qabağa getmək istəyirəm də. Yerbəyer eləmişəm, üstündən hardasa bir ay keçib falan. Sistemə qoşulmaq. Onu o sistemə qoşulmalı, ona görə adını qoymuşam ki, orada hər şey var. Orada dua da var, orada meditasiya var, orada bilinçaltı ilə işləmək var. 3 tərəfdən, 4 tərəfdən işləyərək adam doğrudan da 2 aya, 1 aya, nə bilim mən, uzağı 3 aya o sistemə qoşulub, o sistemin o necə deyim, o şahanəliyini yaşayan insanlar var. İnanın ki, mən sizə mesajları heç vaxt olub göstərmirəm də ki, nələr yazırlar. O qədər deyirəm yaxşı, çox da şey eləməklə də, yəni demək ki, hər şey yaxşıdır, hər şey yaxşıdır. Sonra yəni çünki sistem belə işləyir. Hər şey oldu deyəndə səni dibə qoya bilər. Və yaxud da ki, hər şey dibdəyəm, ay Allah, öldüm, bitdim, səni qaldıra bilər. O zaman nə etməliyik? Balans. Yəni numerologiyada nəyi öyrədir? Mən hər kəsə onu öyrədirəm. Balansda qalmaq, balansa fikir vermək. O rusca həmişə o Sergey Nikolaevich Lazarevin sözünü deyirəm ki, našol не радуйся, потерял не горюй. Azərbaycancası tapdığına sevinmə, itirdiyinə kədərlənmə. Qəm yemə, kədərlənmə, yəni belə şeylə, qafiyə ilə onu düzəlt. Doğrudan da bəzi adam var ki, deyir ki, Kəmal xan, bunu yaşamaq mümkün deyil. Yox, siz belə eləyə bilirsiniz. Deyirəm ki, çalışıram. Çalışıram. Arada mən də insanım, çıxıram o kalədən. Amma sonra yenə özümü deyirəm ki, amma yeni doğulanlar, yeni gələnlər, yəni daha cavan nəsil sanki bunu bilir. Məsələn, mən bunu uşaqlarda, yəni uşaq deyəndə 30-35 yaşlılarda da görmüşəm, lap balacalarda da görmüşəm. Onlar bilirlər elə bil o qədərini həddindən artıq. Məsələn, əslində biz elə bir xalqıq ki, çox vaxt həmişə hər şeyi soruşmuşuq. Necəsən? Hara gedirsən? İşə düzəlmisənmi? Nə oldu? Nə qədər maaş alırsan? Yəni belə suallar indi də var bunları eləyənlər. Bu mədəni suallardır. Filan kəsin arvadı nə oldu? Nədən filan şey elədi? Onlar heç məsələn bunu ən gözəl şəkildə belə soruşanlar, nə qədər maaş alırsan? Məsələn, mən bunu heç vaxt öz qızıma öyrətməmişdim. O balaca idi. Hətta məktəbdə oxuyurdu da, belə nə bilim bəlkə də 6-7-ci sinifdə oxuyurdu. Nə qədər düzdür dedi ki, mənə dedi ki, kimdənsə maaşını soruşmaq. Sənə verməyəcək. Demək düz deyil axı. Əslində doğrudan da sən əgər deyirsənsə orada bir enerji yaradırsan. O artıq o enerjiyə müdaxilə ola bilər ətrafdakı varlıqlar tərəfindən. Yəni bunu biz belə eləyirik, belə şey eləyirik, sınamırıq. Sonra da fikir vermirik və yaxud da. Yəni bu şeylər məhrəm olan bir şeylərdir. Məhrəm olmalıdır. İndi isə bu dəqiqə bütün insanlar nə edir? Yediyi yeməyi, içdiyi içkini, hər bir şeyi, adicə bir ağzına nəsə qoyur. Hamısı Instagramdadır, TikTokdadır. Nə bilim mən, hardan getdim, hara gəl, əlində çamadan şəklini çəkir, filan yerə getdim. İndi Ramazan başlayır da, indi bir də görürsən kimsə restoran falan, gələk onu yığışdırala. Bir də bir şey deyim, son sualımdır. Ramazandan danışmadıq. Ramazandan gələn dəfə, Ramazan sabah başlayır, sonunda deyərik istəsəz. Tamam. Bax, tələbələr bir 30-a yaxın müxtəlif universitetlərin, xüsusən də Bakı dövlətdən olan tələbələr gəlir, məndən həmişə söhbət edib. Bu verilişə xüsusi maraq bəsləyirlər və elə belə o çətin suallar çıxır. Bəzən onların danışığından öyrənəm ki, bunların yanaşması doğrudur, bax, bunu düz deyir. Mən də gərək belə eləyəm. Çünki insan hər yaşda öyrənir. Kim ki deyir 40-dan sonra, cəmaət 40 yaşdan sonra öyrənir. Əlbəttə. Onlar bir söz deyir. Dedi ki, bax, Kəmal xanım verdiyi sistem sağlamdır, doğrudur. Biz onun nə dərəcədə tutaq ki, hələ mən məmuriyyəti demirəm də, siyasi baxımdan demirəm. Mən nə qədər o sistemi gedib ucqar bir kənddə naşır olan, bu şey barədə ümumiyyətlə anlayışı olmayan adamların içində mən o sistemin mahiyyətini, səmərəsini görə bilərəm. Məsələn, bir yerdə işləyirəm də, tutaq ki, kollektivdə. Mən o sistemdən, belə şeylərdən danışanda məni lağa qoya bilərlər. Mən necə davranmalıyam, əslində belə deyir. Deyirlər, doğrudur. Amma
tətbiq üçün də bilirəm ki, Avropada, bəlkə Amerikada olsa, mən daha bunu inkişaf elətdirərəm. Ətrafdan dəstək olmasa da maneə görmərəm. Amma bizdə eləmirlər. Əslində biz Sabir müəllim sizə bir söz deyim ki, gözümüzdə böyüdürük Avropanı, Amerikanı. Oysa elə deyil. Yəni düzdür, biz məsələn qapalı yaşayan insanlar var. Bilgi baxımından orada da inanırsınız Türkiyədə nə qədər bilgisizlər var. Yəni daha çox orada əhali də çox daxı. Yəni bilgililər varsa da ortalıqda dərs keçən, yəni bizə də numerologiya oradan gəldi, Rusdan gəldi, hardansa. Amma yəni ən azından lap o qapalı belə deyək də heç bir yerə çıxışı olmayan bir kənd olsun, aul olsun, yəni ən azından dindən xəbərləri olur da. Ən çox belə deyək də dindən xəbərlər olur. Bəşər qanunlarının çoxsu da din qanunları ilə üst-üstə düşür. Sadəcə belə bir şey var ki, dinimiz belə çox təbii olaraq qadağan eləyir ki, bu olmaz. Amma onu orada bizə açmırlar da ki, niyə, nədən? Biz bunun da bəlkə də məğzi budur ki, öyrən, araşdır, bax, görək, çünki insana seçim verilib. Olmazın özü də sualdır orada. Niyə olmaz görəsən, araşdırırsan. Sənin seçimin var, sən araşdır. Kimsə seçir araşdırmağı, oradan gözəl bir yerə çıxmağı, kimsə seçmir araşdırmağı. Heç vecinə də deyil ki, araşdırmaq onun üçün vacib deyil. Kimsə seçir o yolda negativi, kimsə seçir o yolda pozitivi. Mən dəfələrlə bunu görmüşəm. Məsələn, ən azından o dinə bağlı ən vacib çakramızdan biri 7 rəqəmidir də, yəni təpə çakra. Allahla təmasdır. 7-dən məsələn karması olanlar, 7-dən çakrası boş olanlar, inanın ki, çox doğru yolda olan, çox gözəl dini bilən və çox gözəl sistemi bilən, hər şey o qədər maraqlıdır. Yəni görürsən, ağzını hardan açırsan, oradan xəbər verir. Və çox da gözəl bir yerdədir. Yəni Allaha münasibəti, dinə münasibəti. Adam da var ki, bu araşdırıb çıxıb pozitivə. Adam da var ki, o da araşdırır, 7 dəfə araşdıracaq. Amma o qədər bilmirəm, içində, bilinçaltında gətirdiyi şeylər var. O numerologiyada görünür o dəqiqə. Onun bilinçaltı o dəqiqə bəllidir. O ovcumuzun içindədir. Gedir elə bir yerlərə çıxır ki, artıq o gedib deyir ki, Allah da yoxdur, din də yoxdur, hədis də boş şeydir, filan şey. Yəni, estağfurullah, onların, belə deyək də, tam gedir negativinə. Buradan biz, məsəl üçün, orada o nəyə görə deyirlər, cüzi qədər var. Yəni, sistem bu, biz gələndə bilirik ki, bizə cüzi qədər verilib. O cüzi qədər yolunda biz seçimlər eləyəcəyik. Acaba pozitivə mi gedəcəyik, negativə mi gedəcəyik? Ona görə mən heç kimə demirəm ki, məsələn, sənin deyə də bilmərəm, mənim, yəni, nə həddimə. Oradan mən sənə yolları göstərirəm. Analiz eləyənlərə, elətdirənlərə yolları göstərirəm. Amma deyirəm ki, bu yolla getsən pozitivə gedib çıxacaqsan, bu yolla getsən negativə gedib çıxacaqsan. Seçim səninkidir. Yəni, bax, hamısını deyirəm, bax, negativlə, pozitivlə getsən, bax, bu filan zirvə illərində sənin hədiyyələrin bunlardır. Mən adam gördüm ki, zirvə illərində sınaqlar yaşayıb. Yəni, almır, o hədiyyəni ala bilmir. Odur da problem. Çünki, bəli, negativdir. İndi lap uzaq, bax, bilirsiniz necədir? Yenə deyəcəm, hər bir ruhun strategiyası var. Bu dünyaya gələndə onlar bir dənə strategiya, plan seçib gəlirik, hər birimiz. Məsəl üçün, o strategiyanın içərisində ucqar bir kənddə doğulmaq da var. Bəlkə heç istəmir, çox da belə bir hər şeylərə başını qarışdırsın, eləsin. Rahat, bəlkə onun üçün o kənd həyatı huzurdur. Bəlkə belə o nahaqdan demirlər ki, sənin bugünkü gündə yaşadığın nə varsa anda, yəni bu anda da, yəni yaşadığın nə varsa, sənin ruhunun sənin üçün seçdiyi ən, belə necə deyim, ən yuxarı bir performans deyimmi, yoxsa bir yəni, frekans mı deyək? Yəni bir haldır. Bugünkü gündə sən hansı haldasansa, yəni sənin ruhun bunu seçir ki, ya yaxşı bir haldasansa, yaxşı gəlmirsən. Ya pis bir haldasansa, dibdəsənsə, ruhun edir ki, qalx. Artıq oradan bir şey eləmək lazımdır. Ona görə də bugünkü günə dinimiz nə deyir? Təslim. O qədər üst-üstə düşür ki. Bəli, indi Ramazan da artıq. Verişə yəqin ki, böyük əksəriyyəti Ramazanda baxacaq. Bu axşam artıq niyyət axşamıdır. Verilmiş fətvaya görə sabahdan bu gecə səhər tezdən artıq
İnşallah. Hamımız oruçda olacaq Allahın köməyi ilə. Bir fikriniz, Ramazan belə deyim ki, elə Ramazan qapısına çata-çatda olan verilişimiz kimi tövsiyələrinizi, fikirlərinizi, oruç tutmaq, Ramazan və numerologiya haqqında da lazım olsa danışarıq. Belə deyək də, təsadüfi deyildir ki, yəni bizə bunu deyiblər ki, oruç tutmaq boynumuzun borcudur. Yəni hətta o 3 ay var, müqəddəs 3 ay. Peyğəmbərimizin də hədisi var ki, o 3 ayı mənim üçün Allah verib ki, mən orada oruç tutum. Sizə mən bunu məsləhət görmürəm. Çünki mənə onun üçün nə veribdir? Allah güc verib ki, o 3 ayı sərasər mən oruç tutum. Sizin buna gücünüz çatmaz. Əgər çox belə istəyirsinizsə, yəni 1-ci, 4-cü günlər oruç tuta bilərsiniz. Ki, heç olmasa aralıq verəsən 1-2-3 gün. Yox, kimsə deyirsə ki, illaha mən yəni oruç tutacağam, yəni həmən günləri tuta bilənlər varsa tutsun, o şey deyil. Amma ki, yəni bəzən yəni uşaqları buna məcbur eləməyin. O barədə istəyirəm danışam. Çünki onların cinsi yetkinlik dövründə görürəm ki, bəli, uşağı məcbur eləyirlər ki, görmüşəm bunu dəfələrlə ki, oruç tutmalısan ya da günortaya qədər oruç tutdururlar uşağa. Ki, saat 1-ə qədər mən yəni oruç tutum. Yaxşı baxmıram mən belə şeylərə. Yəni doğru düzgün deyil. Məşq eləmək, amma uşağın özünün ruhu istəyir. Məsələn, bağır ata tutur, ana tutur, axşam iftarda necə gözəl otururlar. Bu da istəyir. Lap balaca olan da hələ məktəb aşağı sinifdə dərs vaxtı qətiyyən olmaz. Amma dərs deyilsə, məsələn, bir gün yoxlayar öz oruçluq olmayanda da. Görün mən günortaya qədər ac qala bilirəm. İranda üzr istəyirəm, getdim görüm 2 qardaş. İftara bir saat qalıb, deyir, başım gedir, deyir ki, uzan. Biri rəhmətə getmişdi. 4-də oxuyan biri, 6-da oxuyan qalmışdı. 4-də oxuyan təzyiqi düşüb, anası deyib xüsusən də, özünü həlak eləyirdi. Bizim güneydəki qohumlarımızın qonşusuydu. Deyib, yox, dözdə bircə saat qalıb, döz. Sonra oyadıb ki, gəl iftara, görüb belə, bax, elə bir şey oldu. Elə dinimiz olmaz, belə. Öz keyfindən qadağan eləmir ki. Halbuki öz dili ilə deyir ki, mən dözə bilmirəm də, başım hərlənir. Onu ana fikir verməlidir. O elə bilirlər ki, o uşaq əgər oruç tutarsa, bu anaya da bir savab gələcək, Allahın qabağında böyüyəcək, bir mərtəbə qalxacaq. Elə şey yoxdur. Sən əksinə uşağa zülm eləyirsən. Yəni oradan o uşağın cinsi yetkinlik dövrünü qutarsın, ondan sonra uşağa deyə bilərsən. Düzdür, uşağa belə deyək də, məsləhətlər görsün, götürsün, uşağa o barədə bilgi verilməlidir, məlumatlar verilməlidir ki, bu nəyə görə tutulur? Əgər uşaq bilsə ki, birinci növbədə bu sağlıqdır, ikinci növbədə sən başa düşməlisən ki, bilməlisən ki, aclıq nə olan şeydir. Niyə görə o aclığı bizə göstərirlər? Niyə görə biz onu görməliyik? Ac adamların bir şey tapa bilməyən, yardım üçün, sədəqə üçün ki, bəlkə yəni başa düşsün ki, o insan da o hala girsin ki, bəli, insan ac olanda nə olur? Necə olur? Bundan başqa böyük bir təmizlənmədir. Böyük bir il ərzində insanın orqanizminin ən böyük təmizlənməsidir. Orada hüceyrələrə qədər, yəni 10 gün bir şeylər təmizlənir, 20 gün bir şeylər. Yəni 30 gün ərzində artıq hüceyrələrimizə qədər təmizlənmə baş verir. Hətta ondan sonra bir 6 gündə o da dalbadal olmalıdır. Bəli. Şəvval ayında 6 gündə tutdum, 1 il orucuna bərabər. Bəli. Onu bu qədər töhfə, bu qədər hədiyyə verirlər ki, nədən ötürü insan təmizlənsin? Bu qədər bizi, yəni bizi fikirləşən, bizi düşünən Allahımız var. Yəni belə baxanda çox adam bunu da eləyim, yəni hətta başa düşmürlər ki, çoxsu. Bu səndən ötürüdür. Bütün bunlar sənə qadağa ona görə qoyulub ki, sənin orqanizmin yəni belə deyək də sağlam olsun. Bir sensasiyon bir şey deyim, heç arada demədim. Deməli 97-dən mən dəftərə yazırdım, oruçluğun 1-ci günü, özümdə nə hiss elədiyimi. İkinci günü, 3-cü günü, haram ağrıdı, necə oldu, gecə yata bilmədim, filan, ayağım da ağrı, mədəm da ağrı, ağzım çox sulandı, ağzım qurudu. Hamısını yazdım. 97-ci ildən 2016-ya qədər yazdım, xeyli müddətdir. 19 il. Hə, az qala 20 il. Elə 97-ni də saysaq, elə 20 il eləyir, 20 dəfə. İnanırsınız 99% hamısı eynidir. Birinci gündə nə olur, ikinci gündə nə olur, üçüncü gündə nə olur. Nadir hallarda harası iftara çağırlar, çox yeyəndə görsən biraz pozulur o, gərək çox yeyilməyə.
Mən onda şok oldum ki, bu deməli hər gün bizim bilmədiyimiz bir qanun uyğunluğa var. Bax siz də bu ildən lap yazın da gündən, bu gün nə bilim bu oldu, falan oldu. Hətta iftara çağırdılar, onu da yazın, yadınızda qalsın. Yazın görün necə burada bir qanun uyğunluq var və bu şeyləri anladıqca, deyirəm də bu 21-ci əsrdə insanlar kosmosun enerji informasiya selinə qoşulmağa başlayırlar. Artıq yavaş-yavaş o göylərin sistemini öyrənməyə çalışırlar. Bax bu şeylər də bizdən asılı olmayaraq, mən gül kimi aktyor idim də. Allah Taala o sistem gətirdi ki, sən bu işlə məşğul ol, siz müəlliməsiz, yox sən bu işlə məşğul ol. Biraz naz eləyəndə, dirəniş göstərəndə başımıza fəlakətlər gətirir, hətta faciələr gətirir ki, yox, sənin yolun budur. Demək ki, bu missiya tapşırılırsa, deməli bunu daha layiqincə yerinə yetirmək lazımdır, lazım gələcək. Siz də onu yaxşı alınır sizdə. Elə sizdə də indi yadıma nə düşdü? Bayaq dediniz kimi bizim birinci görüşümüz. Məsələn, mən sizi belə deyək də Ellada xanımın, yəni mənim rəfiqəm Ellada xanımın, o sizin yanınızda olmuşdu, yəni maraqlanırdı. Mən sizi qiyabı tanıyırdım. Dəyərli pedaqogumuz, bəli. Bəli. Onun köməyi ilə yəni şeylədim, onunla məsləhətləşdim ki, yox, mən Səbuhi müəllimi mütləq bu oruçluqda qonaq çağıracağam. Əlbəttə ki, yəni biz də sizin sadəliyinizi bilirdik ki, yəni qəbul edəcəksiniz də. Yəni məsləhətləşdik və burada sözümün mənası nədir ki, mən sizi necə dəvət elədim, sizi necə tapdım, yəni çağırdım, siz də gəldiniz, addım atmaq. Bax, mən o addımı atdım o vaxtı. Yəni hətta belə heç bir qram belə tərəddüd etmədən atdım. O qədər özümə arxayın idim ki, o qədər özümə əmin idim. Təsəvvür bu özün çəkəndi, gəlməz. Yox, əmin idim. Yox, amma hər halda tanıyamıyorum. Rəfiqəm də mənə dəstək oldu. Yəni o vaxtı, yəni o idi, qızım idi, mən idim, bir də bacım. Yəni biz çünki o zaman Səbuhi müəllim doğrudan da az idi, informasiya az idi və biz sizə belə demək olar ki, informasiya qaynağı kimi baxırdıq. Məlumat qaynağı kimi bir çox şeylər. Və onu da deyim ki, əziz yəni izləyicilər, Səbuhi müəllim təkcə astroloqluq deyil. Onda yəni belə bədahətdən dediyi şeylər, yəni mən belə çox adam elə onu mistik kimi qəbul edir, amma doğrudan da belə bir şeylər var. Hissiyat olanda intuisiya təbii ki olur bir də görsən. Onlar verilib də. Bütün vaxtı insanlarla 22-si doğulmuşdu, bəli. Bu özü çox şeydən xəbər verir. Çünki o intuisiyadır bilirəm, amma o qədər insanlarla işləyirik, bəzisini heç soruşmadan halını bilirik, siz də bilirsiniz. Həm pedaqoji, psixologiyadan bilirsiniz, həm də belə. Əqrəb burcu. Çox sağ olun. Yeri gəlmişkən at ilinin qəhrəmanları Qoç və Əqrəbdir də bilirsiniz. Bundan danışmışıq. Artıq bu gündən, dünəndən bizim dövrümüz başlayıb. Qoç və Əqrəb ilin komandanın aparıcı bürcləridir. Belə. İnşallah elə doğrudan da bu ili, yəni komandan bürclər kimi sona başa vuraq. Çox sağ olun. Bəzən Kamala xanım o qədər şirin danışır ki, belə heç sual vermək istəməm. Biraz uzun danışır, belə yuxuluya baxardım. Yəqin ki, arada görürsünüz. O qədər belə nağılvari dünyaya düşürəm sanki. Belə adamlarla söhbət eləmək xoşdur. Müsbət aura kimdə varsa onun yanında həmişə olmağa çalışın. Belə. Sözünüz, sovunuz yoxsa... Təşəkkür edirəm bütün sözlərinizə görə, gözəl sözlərinizə görə hər kəsə, izləyicilərə də təşəkkür edirəm. Mənim kanalımın da linkini inşallah qoyarsınız. Yəni orada ilk rəy yerində Kamala xanım kanalının linki olacaq. Yəni ora girirsiniz, Kamala xanım ən birinci abunə olun. Sonra bir baxın, dəstək lazım, kömək lazım. Çünki 1000 abunəni keçəndən sonra artıq YouTube kömək eləyəcək ona. Amma 1000-ə qədər kömək eləyin. Çünki elə 1000-dən çox adama bəlkə yardımı deyib, kömək deyib, biz də izləyənlərə daxil olun, dəqiqadə orada yazılacaq, abunə olun. Belə, daha bir maraqlı, gözəl verilişimizi başa çatdırdıq. Gələn verilişimiz Ramazanla başlayıb, Ramazanla bitəcək və numerologiyanın biraz o ilahi tərəfi, yenə sistemdən danışacaq, yenə uşaq valideyn münasibətlərindən danışacaq, sistemlərindən danışacaq və çalışacaq yenə də məmnun qalasınız. Belə, sağ olun, var olun, elə yaşayın ki, ruhunuz həmişə şəfalı olsun. Sağ olun, salamat qalın, tezliklə görüşənədək.